Bugün Bakıda 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Elmlər Akademiyasının parkında təşkil olunan tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, sonra ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Festivalda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, festivalın təşkilatçısı Xəyal Rza və digər rəsmilər kitabın əsrlər boyu insanların yaxın sirdaşına çevrildiyini, onun kamilləşməsində və dünya görüşünün inkişafında əvəzsiz rol oynadığını bildiriblər. Həmçinin vurğulanıb ki, indiki tarixi mərhələ Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarını daha da möhkəmləndirir. Sözgedən tədbirin də Türk tarixi və mədəniyyətinin təbliğinə xidmət etdiyi diqqətə çatdırılıb. Festivalın açılış günü Qırğızistan ədəbiyyatına həsr olunub. Sərgi ədəbi bədii kompozisiyalarla davam etdirilib. Layihə rəhbəri Xəyal Rza festival barədə Missiya TV-yə ətraflı məlumat verib. Müxtəlif ölkələrdən 20-dən çox qonağımız var. Onların arasında tanınmış alimlər, qələm adamları və eyni zamanda bu il ilk dəfə olaraq bir gündə əlavə olundu bu günlərə. O isə 1 iyun Uşaqların Müdafiəsi Günü münasibəti ilə 1-ci Türk Dünyası Uşaq Festivalı olacaq. Burada həm kitablardır, bilirsiniz ki, sərgi və satış həyata keçirilir, endirimli kitablar nəşriyyatlar tərəfindən təqdim edilir. Həm də əl işləri sərgimiz var ki, orada da istedadlı, bacarıqlı qadınların əl işləri sərgilənir və satılır. Saat-ba-saat müxtəlif tədbirlərimiz, maraqlı tədbirlərimiz nəzərdə tutulub, elmi konferanslar var, müzakirələr var, yubiley mərasimləri var, konsert proqramları var və s. Beynəlxalq Türk Akademiyasının təmsilçisi Aynur Mayamerova da müsahibəsində tədbirin əhəmiyyətindən danışır. Bugün gerçekten de çok önemli bir etkinlik. Bizim milli hafızamızın, kültürümüzün, bütün ortak değerlerimizin taşıyıcısı olan kitaplarla buluşuyoruz ve okuyucuları da kitaplarla buluşturuyoruz. Türk dünyasının değerli yayıncıları bir arada bugün Bakü'de buluştu. Bu hem gençler için hem geleceğe taşımak için ortak değerlerimizi çok önemli ve büyük bir etkinlik düzenlendi. Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək 4-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə, Qırğızistan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr olunacaq. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Heydər Həsənli, Missiya TV.